Yox. Qız evi naz evi eşitmisən onu? Ha, elə naz eləmə də, mən necə deyim, çox naz eləmə. Yorma. Bu qədər Özdə qapını açım. Bacım gəldi. Ay Allah öldüm. Ekran nə qədər tıklamasa uşaqlar küsəcəm ondan. nə qədər gözəlləşmisən. Bəyənirsən məni gözləsə özümü göstərəcəm gözlə. Ha. Hə, tamam başqası. Hə, bir-iki dəqiqə səbirli ol. Qəşəngləşmişəm Rahim. Amma hə. Rahim bəyəndisi fisiyo. Deməli mən qəşəngəm. Əsas odur ki, Rahimin qədrini bilmirsən axı sən. Rahim deyir, gəlim, deyirsən yox. Hara gedəcəyik ay Rahim? Hansı restorana aparırsan məni? Ürəyin hara istəyir, ora apar. Mənim ürəyim qəşəng restorana getmək istəyir. Aha. Qayd eləmişəm, indi canlıda demirəm. Sonra şəxsidə danışarıq o barədə. Niyə qayd eləmisən? Restoranı. Hə. Bir də uzaqdan dur baxım da sənə. Bəlkə boyumuz uyğun gəlmir, ona görə deyirəm. Bir dənə Necə? gül uşaqlar. Bir dənə uzaqdan dur baxım da sənə. Boya görə. Uzaqdan gözlə bir dəqiqə. Ha, yaxşı. Bir dənə gül atmadılar mən. Ay Allah, всё. Bir dənə telefonu xahiş edirəm Rahim. Bir dənə o tərəfə açsa, bir dənə fırran, elini kürəkdir deyəsən. Baxın, bir dənə fırran. Kürəyə baxın. Hə, yox. İdmanla məşğul olmusan? Belədir ha. Hə, maşallah. Çünki belə elini kürək oğlansan. Bitdisən, qarın yoxdur. Hə, əlbəttə, qarın niyə lazımdır? Hə. Salam əleykum. Necə eləyim, necə gələm mən? Hara gəlib? Hə də hara gəl? Mənə baxır Rahim, sən Allah düzündür. Pulun var. Hə, ayıb olar ki, sən pul barəsini burada danışmayaq da. Sonra deyəcəklər ki, Rahim loğalaşır, nə bilim. İndi var da, indi şükür Allah. Ya bilirsən nəyə görə deyirəm, quzu? İndi onlar da insansan. Gedərik restorana, hesabı Salam mənə əleykum. ödətdirərsən. Onun üçün deyirəm ki, yəni varındır, rahat gedib Varındır. otura bilərik. Əlbəttə, durub o pulun qarşısında aziz qalan oğlan deyirəm ki. Halal olsun sənə. Всё. Qəşəng Xoş makyaj gəldin. eləyim də mən, yoxsa makyajsız gəlim? Necə? Yerə makyaj eləyim, yoxsa makyajsız Ha, gəlim? sən belə də gözəlsən, Qəbul Ekran edirəm belə. dostlar. Gəlim şəhərə. Gəlim bir yəni problem deyil. Gəl. Salam. Yo, Rahim yaxşı uşaq oxşuyur həqiqətən. Baxırsan, Çox sağ ol, Allah mədənidir, köməyin olsun. Tərbiyəlidir. Allah canı sağ Mənə deyir ki, kişi kimi səndən xoşum gəlir, görüşək. Görmək istəyirəm səni. Kişi kimi etiraf eləyir. Xoş gəldiniz yeni gələnlər. Salam qaqa, əleykum. Əlbəttə. Mən də prosta deyirəm birdən insandır da, görər məni, o qədər bəyənər ki, realda da, indi ekranla reallıq bir deyil. Əl çəkməz, insandır. Bəyənəcək. Mən bilirəm, bəyənəcək. Xasiyyət söhbəti var da. Bəlkə xasiyyətimi Ağa bəyənməz. sən kimsən? Mən söylən hələ anasının olmuyor. Birincisi qatılama. Sən orada kimsə pis yazırsa, at səsi normal söhbət eləyir. Biz burada artıq əski hərəkət eləmirik. At səsi geçsin. Kim pis yazırsa əgər. Cavab da vermə. Mən şəxsən heç kəsə cavab vermirəm. Günəş, bəli. Necə? Ay xala, sən də bezdirmisən. Quliyeva 89 xala. Get şuna məşğul ol. Evdə kimsə var? Kim burada artıq əksik yazsa,
Ah, Allah şahiddir. Rahim, evdə kimsə var? Necə? Evdə kimsə var? Kim olmalı evdə? Evdə Bakıda olam da mən Mərdəkanda kirayə tutmuşam. Uşaqlarla qalam, dostlarımla. İndi maşının var gəlməyə, yoxsa Necə? maşının var gəlməyə? Nə cür istəyirsən gəlmək? Yox, maşının var özünün şəxsi, yoxsa yoxdur? Yo, belə bot vuracağam da. Heç bir şey. Hə, Canın sağ. İstəyirsən gəlim səni götürüm. problem deyil. Ciddi deyirsən? Atarsan konum sən mənə. Sən canı həqiqətən məzələnmə da həqiqət. Niyə məzələnirəm ki? Gəlib səni götürərəm də. Mənim Bir Allahın olsun. maşın deyəcəm verəcəklər. Bir Allahın da Problem olsun. var, narahat olma. Bir Allahın da olsun. Da and içmə mərasimi eləmə də sən buranı. Gəl götürəcəm, Da, götürərsən qabaqda gedərik. Əleyküm əssalam. Bir dənə şapka atın dostlar. Yaxşı. Oturarsan Yaxşı. qabaqda mən də sürərəm. Biraz bərk sürürəm. Qorxmursan ki? Hə? Necə? Qorxmursan surətdən. Niyə qorxum ki? Qorxum dən Allah. Lap yaxşı. Ürəkli oğlan eləmişəm belə. 3 dənə gülüvüz var, uşaqlar. 3 dənə gül... Ay, Mən bəyənək. 3 dənə gül atmırsınız, mən uşaqlar. Biabır olduq, yəni 700 nəfər susama 3 dənə gül atmırsınız. Canlı açın. Rahim mədəni oğlandır, bəli. Mənim moderatorum yazır. Həqiqətən mədəni uşaqdır. Allah canı sağ eləsin. Allah Prosta kömək bir olsun. minusu var ki, günün 24 saatın 20 saatı canlı yayın paylaşır. Ancaq direktə girəm, Rahim birinci yerdədir. Girim görüm nə yaz, bəlkə bir söz yazıb, bu qədər mesaj. Açıb görüm canlı yayın paylaşır. Uşaqlar, ekran tıklayın 12 dənə video. Ekran bəyənəkdən zəhmət olmasın. Salam, çox sağ olun. Salam şamaxlısan. Hə, şamaxlıyam. İşləyirsən? Necə? İşləyirsən? Bəli. Nə işləyirsən? Necə? Nə işləyirsən? Necə deyim, belə usayam da özüm belə. Hə, yaxşı edirsən. Əsas o da avara deyilsən. Salam uşaqlar. Uşaqlar ekran tıklayın da zəhmət deyilsə. Nə olar ki? Boy. Əleyküm əssalam. Mingəçevirə də salam olsun. Fəhlə işləyir, tikintidə, Mərdəkanda, bağda işləyir. Yaxşı eləyir, işləsin. Kimdir onu yazan? Nə yazlar tez-tez gedirik. Kimsə yazdı, getdi. Ayıb deyir ki, işləməyə. Yəni ayıb odur ki, gedib məsələn oğraşlıq eləmək, necə deyim, şərəfsizlik eləmək, necə deyim, belə yol kəsənlik eləmək. Ayıb odur. Yox, burada heç kim pis söz yazmır. Prosta yəni pis mənada demir də. Deyir ki, yəni işləyir. Demək ayıb deyir ki, o dilənmək ayıbdır, o pay yığmaq ayıbdır. Hə, ekran tıklayın uşaqlar. Səsim də batdı. Rahimi gördüm, səsim batdı. Əlbəttə, Rahimlə heç kim məzələnmir. Kimsə durub elə gic-gic yazırsa, mənim modum onsuz da atır bloka. Burada söhbət eləyirik. Ya məzələnsin, məzələnərəm. O da yekə oğlanı görə bilməyəcək. Əlbəttə. Burada söhbət eləyirik. İndi zarafat olur da işte indi. Olmalıdır da indi. Biraz həyəcanlısan ha öz aramızda. Necə? Biraz Niyə ki həyəcanlanır? Nə bileyim. Burada da uşaqlar yazır həyəcanlanır. Niyə ki həyəcanlanır? Nə bileyim. Deyirəm bəlkə məni görmüsən olur da insandır.
Xeyr. İnsan belə ciddi danışanda həyəcanlı olur. Yo, biraz arada tutulursan. Sağ ol Abbasov, çox sağ ol. Var. O çox elə ciddi baxmadı ekrana. Elə bir döyəcəksən bizi. Biraz gül. Allah eləməsin. Niyə? Biraz gülümsə, yumuşaq ol. Elə niyə baxsan ekran? Qorxuram Çox da mən. sevmirəm axı. Belə Ay mən qorxuram. Elə baxma. yüngüllüyü sevmirəm axı. Yox da indi mülayim oldu. O başqa, bu başqadır. Hə, indi sənə bir söz deyim, xanım. Mən nə dəyişə bilərəm? Yəni mən beləyəm, nə belə pis çıxmaz. Yox da mülayim ol orada. Mən həyatda necəyəmsə burada da eləyəm. Yəni mən ikinci üzüm ola bilməz. Yəni Kişi bir sən elə baxırsan, elə bir qarşında düşməyin, Bir çörək Gülmək yaraşmır axı. Xanım, Bilən gülmək gül kişiyə baxın yaraşmaz axı. Sənə bir söz deyim. İndi gülməyin öz təyəri var, qaydası var, təyəri var. Yaraşır, yaraşmır, belə gülümsə də. Sənə bir söz deyim, xanım. Gülməyin öz təyəri də var, yeri də var, amma gülmək bizə yaraşmır. Gülmək xanımlara yaraşır. Gəl yaraşmır axı. Gəl xas deyil axı gülüm. Yox, heç xeyr, əlaqəsi yoxdur, razı deyiləm. İnsanıq, deməliyik də, gülməliyik də. O heç indi xanım. İndi boş-boşuna, yersiz nə gülümü məsələn. Elə bir Gülümsə, söz o. gülümsə, belə bax. Elə bir vəziyyət alınır ki, o halda gülərəm məsələn də necə deyim belə. Yox, belə yaxşı deyil. İndi sən bir söz, necə deyim, sən bir sözə görə mən burada gülüm, yəni özümü necə deyim belə düşük yerinə qoyum xanım. Yəni olmaz axı, yaxşı Ay deyil. Rahim, sən Allah, ağzımı açdırma da. Ay sən döydün canlıda artı əski söhbətlər eləyən, qızın yanında söyüş-söyən, hə? Heç olmasa eləsi mənə? danışsın ki, deyim ki, hə. Bax sən, Çox səni səhv. boşdum birinci dəfə xəttdə söyüş söyürüm. Dedim, ayıb olsun sənə Rahim, qızın yanında söyüş söyürsən, deyib çıxartdım səni xəttdən. Elə olmuşdu, olmamışdı. Mən söyüş saçan söymüşəm. Söymüsən, xeyr. Bir heç olmasa, sonra ikinci dəfə direktə yazdın, dırdır yazdın, elədin, nə bilim, canlı yayın paylaşdın. İndi özü yalandan göstərmə də əzizim. Necəsən? Sən özünü də canlıda elə apar. Yalandan mən özümü göstərmirəm. Qulaq as, heç vaxt Mən hər şey çox gözəl bilirəm. Qulaq as, özünü göstərmədin. Qulaq as. Sənə bir söz deyim. Mən yenə də deyirəm, məni heç kim dəyişə bilməz. Məsələn, sən desən də məsələn. Bax, sənə bir söz deyim, mən qəti elə bir insan deyiləm ki, duram məsələn də özümü dəyişəm. Yəni, mən heç kim dəyişə bilməz, yəni, olduğum kimi insanam, yəni. Yaxşı insanlara hörmətim var, pislə pisəm mən. Allah'ın da olsun, kimsə çaşar, eləyərsə, Allah'ın da olsun, onun dərinliyinə də gedərəm. Aha. Daha xanımın yanında niyə söyüş söyürdün? Belə yaxşısansa xanımın yanında söyüş deyərim ki, xanım var, xanım çıxsın sənə başa. Belə bir şərait yaranır ki, məcbur olursan da, başa düşmürsən. Sən səhvsən. Çox səhvsən bu söhbətdə. Mən səhv deyiləm, xanım. Səhvsən. Yox, gülmək Mən səni səhv çıxara bilmərsən. Kişi də insandır da, robot deyil. Kişi də Sənə bir söz deyim, sən mənə qətiyyən səhv çıxarda bilmərsən, qulaq as. Mən səhvliyimə, mən səhv çıxardım. Sən özün səhv çıxartdın burada. Düz danışma. Mən səhv deyiləm. Sən səhv danışırsan, düzgün danışmırsan. Başa düş. Mən deyirəm ki, Rahim, canlıya 5 nəfər girən kimi özü dəyişdirmə. Mən çıxan kimi onlar da çıxacaq. Yəni canlıdır da, düzgün eləmirsən. Necə var, özü elə də apar. Normal deyil, gül. Burada pis şey yoxdur. Deyib gülmək ayıb deyil. Belə pis çıxmasın. Mən sənə görə yəni mən belə danışıram. Xeyr, mən bilirəm də sənə birinci dəfə qoşmuram xəttə. Neçənci dəfə də sənə xəttə qoşuram. Axı sən bu deyilsən. Hərəkətlərinlə indi özü aparmağın əvvəlki hərəkətlər. Tamam elə bir ayrı adamdır. Hə, Allah'ın da olsun belə pis çıxmasın. Sən necə deyim? Qatıb qarışdırırsan da yəni. Yox, mən qatıb qarışdırmam. Həm mən sözün düzün deyirəm ki, sən belə yəni de, gül, danış, mehriban ol. Pis söz demirəm ki sən burada. Mən elə sanki oradan qorxuram səndən.
Əlbəttə, sənə bir söz deyim, ey xanım. Valla, sən deyirsən gülmək ha. Yəni, durum indi sən bir sözvə görə belə pis çıxmasın. Mən özümə burada gülünc bir vəziyyətə salım ki, durum gülüm. O yaraşan hərəkət deyil axı. Sən bir sözvə görə deyəndə ki, başa düşmədim. Mən nəyəm burada sənin üçün? Sən. Mən də insanam da, qarşına bir xanımdır da. Sən insan ola bilərsən, niyə qulaq as? Sonra dalını gətir. Amma sən bu danışığı ilə, sən məni dəyişə bilmərsən axı. Ay, elə sən düşməninlə danışmırsan, ha bala. Birincisi sənin qarşında xanım, birincisi. İkincisi də ki, biz bu TikTok'dan bir-birimizi tanıyırıq. Yəni heç belə deyirsən, sən adı bilirəm. Şo da elə də deyirsən, elə bir sənin düşməndən qadınam, artıq bir əski adamam. Nə danışırdı? Şükür Allah, heç kəs sən necə deyim, aşağıda deyil. Heç kəs sən azizdə deyil. Yəni insan o insandır ki, birinci gərək özünə hörmət eləsin. Başa düşürsən? Bəli. Yəni heç kəsə özündən aşağı yuxarı baxmalı deyil. Yəni şükür Allaha, 5-dən aşağıyamsa 5-dən yuxarıyam. Özümü tərif eləmirəm, demirəm aydanları sudan duruyam. Başa düşdün? Vəziyyət necə alınarsa, necə deyim, kimlə nə cür danışmaq lazım, nə danışmaq lazım, onlarda gözəl başa düşürəm. Sən birincisi müəlliməm deyilsən. İkincisi də ki, belə pis çıxmasın, sən mənə nəsihət verən deyilsən. Başa düşdün? Hərənin öz ağlı var, kafası var, düşüncə tərzi var. Başa düşdün? Rahim, məndən sənə böyük bir məsləhət və nəsihət. Arada bir çıx insan içinə, danış, gör necə insanlar var, söhbətləş, gör həyatda nələr olur. Yaxşımı? Sən Allah bəsdir, özü az göstər canlıda, yekə oğlansan. Vay. Vızqır